aşırtdığı 07 ən sonuncu məhz bu yolda aşırıb. Yolu görürsünüz. Oradan gəlir sürütüyə, bu yan qırağa qədər sürüşüb gedir maşın. Cabirin maraqlı anlarından birini də qeyd edim. O, Ağqara 04-ü öz peşəkar sürüşü nəticəsində udmuşdu. Bir Sumqayıtlı qaqaş Əzbəyev yolunda Cabirlə açardan sürüşə razılaşırlar. Risk edib Protiv sürmək lazım idi ki, yarışı daha tez aparasan. Lakin Protiv sürməyə sadəcə Cabir risk edir və finiş nöqtəsinə daha tez çatır. Onu da qeyd edim ki, 04-ü Cabir sonradan Ağqara rəngləyir. Onu da qeyd edeyim ki, Cabir qardaşımız noyabrın 9-u Kərbəlayıdan qayıdır və çox keçmir, ayın 17-si 17 noyabr biz Cabir qardaşımızı itirdik. Yəni Allah onu çox saxlamır. Nə qədər ürəyi təmiz insan olur ki, onu öz yanına tez çağırır. Allah rəhmət eləsin. Başıma gelenler tek kalmışam